Mənə qalsa o vaxt o qədər də çox çay içmişəm, böyrəklərim çürüyəcək kimi absurd bir obsesiya ilə yaşayırdım. Amma hər halda fikrən qorsam da bədənim sağlam idi, çevi idim, cəld idim, fiziki vəziyyətim yerində idi. Lakin ard-ardına keçirdiyim panik ataklardan sonra məndə lap dəhşətli yeni bir obsesiya əmələ gəldi. Bu əvvəlki çay və böyrək qorxusundan qat-qat güclü idi. Bu ürəyin mitral qapaqlarının iplərinin qopması qorxusu idi. Halbuki hələ əvvəlki böyrək qorxusu vaxtı öz-özümə deyirdim ki, kaş ki ürəyimdən ya başqa bir orqanımdan qorxaydım, amma böyrəkdən yox. Amma bir gün təsadüfən bir nəfərin ürək qapaq iplərindən danışdığına şahid oldum. Həmin vaxt hələ yoldaşım ikinci dəfə evdən gedərkən beynimdə belə bir xəyal qururdum ki, görəsən o bir də heç vaxt geri qayıtmasa və mən nə vaxtsa başqa daha gözəl bir xanımla evlənə bilərəmmi? Elə bu xəyalı quranda həmin o ürək qapacığından danışan adam dedi ki, ürəyin mitral qapaq ipləri var. Bu iplər incə amma güclü elastik quruluşa malikdir. Cəmi 4 saniyə ərzində bəlkə də məndə o yeni obsesiya əmələ gəldi. Beynimdəki ikinci səs deyirdi ki, bax sən nə vaxtsa daha gözəl bir xanımla evlənə bilərsən, amma unutma ki, sən çox çay içmisən, sənin ürəyinin mitral ipləri kövrəlib, sən yenidən evlənəcəksən, o gözəl qadınla xoşbəxt olmaq istəyəcəksən. Lakin həmin iplər birdən qopacaq və sən anidən öləcəksən. O gözəl qadın dul qalacaq, başqaları ilə öz bədənini paylaşacaq. Çünki böyrək adamı birdən öldürmür, amma o iplər hansısa an birdən qopur və sən qəfil ölüb gedəcəksən. Pərverdigara, axı bu necə bir vəziyyətdir? Təsəvvür edirsinizmi? Mən həyatda istənilən bir şeyə, böyükdən kiçiyə hər hansısa bir xırda şadlığa sevinəndə beynindəki o ikinci adam dərhal dillənir. Çox da sevinmə, sən çox çay içmisən, məhv olacaqsan. Çox da möhkəm qaçma, ağır şey götürmə, ürəyini gücə salma, mitral iplərini gərginliyə salma, qopa bilər. Deməli, mən heç nəyə sevinməməliyəm, çalışıb ölümlə barışmalıyam ki, beynimdəki o səs mənə sən çox çay xor olmusan deməsin. Gərək ancaq mənfi şeylər düşünüm ki, beynim sakit olsun. Mən nə eləməliyəm? Bu kasıbçılıqla əlləşim, yoxsa bu çay obsesiyası ilə? Əsəbləşəndə məni danlayan, get işlə, pul qazan, daha səni saxlamaqdan bezmişən deyən anamın adı sözləri ilə mi əlləşim? Danlaqlarına mı dözüm? Yoxsa yoldaşımın mənə etdiyi o xəyanətin, o gedişin biabırçılığını mı çəkim? Mən hara gedim? Kimin üstünə gedim? Allah göydədir, mənsə yerdə. Axı mən bu cındır vəziyyətə necə dözüm ki? Adamın problemi gözü ilə gördüyü problem olar. Gedər, bəlkə də həll edir. Amma məni bədbəxt edən odur ki, bütün problemlərimi həll etsəm belə beynimdəki o səs pıçıldayır. Səni ən çox xoşbəxt edəcək şeyə çatsan belə, bu sənin ən böyük bədbəxtliyin olacaq. Çünki sən çox çay içmisən, mitral iplərin qopacaq. Ay cəmaət, axı bu nə zibildir mənim başıma gəldi. Görəsən dünyada mənim kimi belə qorxu keçirən varmı? Sonda başa düşdüm ki, lənətləməyin də bir faydası yoxdur. Qışqırmaqla, söyməklə məndəki bu lənətə gəlmiş obsesiya sağalacaqdır məgər? Əlbəttə ki, yox. Hərdən özümə deyirəm ki, kaş ki bu heç vaxt ağlıma gəlməyəydi. Güya mən bu çay obsesiyasına düçar olmaqla, öz canımın dərdinə düşməklə özümü qoruyurdum. Xeyr, çünki mən yenə də o çayı şəkərlə, əsasən də qəndlə bol-bol içirdim. Özü də son illərdə daha tünd içməyə başlamışdım. Yeməksiz qala bilərdim, amma çaysız və siqaretsiz əsla. Hətta yalnız öz dəmlədiyim çay içirdim. Çox adam ağ, açıq çay içər, mən isə tünd, xoruz quyruğu kimi rəngli çay sevirdim. Yəni bir yandan obsesiya qorxusu ilə ölümdən tir-tir əsirəm, amma nə çayı azaldıram, nə də ki bir şey. Çay bir tərəfə, əgər mən həqiqətən canıma görə, ölümə görə bu qədər qorxurdumsa, niyə siqareti tərk etmirdim? Axı çayın heç olmasa faydası var. Siqaretin isə ziyandan başqa bir zibilə yaradığı yoxdur. İşin ən qəribə, ən gülünç tərəfi də bu idi ki, obsesiya mənə deyirdi ki, çox çay içmirsən, böyrəyin çürüyəcək, mitral qapaq iplərin qopacaq. Amma mən nə siqareti atırdım, nə də çayı azaldırdım. Üstəlik siqaretə görə zərrə qədər də narahat olmurdum. Niyə? Çünki bəlli idi, mən sadəcə çaya obsesiya olmuşdum, siqaretə yox. Məsələ can sağlığında, ölüm qorxusunda deyil idi. Məsələ beynimin mənə oynadığı o məlun obsesiyon oyun idi. Və işin ən bərbad tərəfi nədir bilirsinizmi? Mən öz düşmənimi tanıyıram. Bu obsesiyanın nə qədər mənasız, nə qədər uydurma olduğunu çox yaxşı bilirəm. Amma yenə də adi bir nəbzim qalxanda ya da bir az
ya da biraz tez-tezliyə gedəndə, bədənim gərginləşəndə hər şey alt-üst olur. Elə aylar olurdu ki, hər gün yemək yeyəndən sonra mədəmdə sanki ağır bir köp əmələ gəlirdi. Sinəm sıxılırdı, nəbzim qalxırdı. Öz-özümə nə qədər desəm ki, bu sadəcə adi obsessiyadır, sakit ol, yenə də qorxurdum. Çünki beynimdəki o səs dərhal boylanıb deyirdi, yox, qaça bilməzsən, mən gerçəyəm. Mənsə artıq ona qarşı heç nə deyə bilmirdim. Bilirsiniz bu nəyə bənzəyir? Siz bir kabus görürsünüz, amma bilirsiniz ki, bu sadəcə bir kabusdur, sadəcə bir illüziyadır. Bilirsiniz ki, o sadəcə sizin gözünüzə görünən bir silüetdir, sizə toxuna bilməz, sizi öldürə bilməz. Amma siz onun sizi öldürəcəyindən qorxmursunuz. Siz sadəcə o kabusu gördüyünüz üçün, o silüetlə üz-üzə qaldığınız üçün peşmansınız, dəhşət içindəsiniz. Əslində mən bu obsessiyaya meyilli olduğumu əvvəldən bilirdim. Həmişə həyatıma fikir vermişdim. Mənim üçün adi gələn, mənə əhəmiyyətsiz görünən, amma eyni zamanda mənə məxsus olan bir şeyi kimsə tərifləyəndə, səndəki bu əşya çox yaxşıdır, əladır, işə yarayandır deyəndə, o saat onun üstünə əsməyə başlayırdım. Onu qorumağa, ona nəsə olacağından, itirəcəyimdən tir-tir əsməyə başlayırdım. Hələ balaca vaxtımdan mənə yeni geyim alınanda, demək olar ki, onu geyinməməyə, qorumağa çalışırdım. İldə bir dəfə mənə təsadüfən bir oyuncaq alsalar, onu oynatmazdım. Sanki ona sadəcə uzaqdan baxmaq məni doyuzdururdu. Əsas odur ki, istifadə etməyim, xarab olmasın, cırılmasın, köhnəlməsin. Mən böyüdükcə mənimlə birlikdə bu obsessiyalarda üzümdəki bir çapıq kimi böyüdü və indi öz-özümə fikirləşirəm. Məni Allah idarə edir, yoxsa obsessiyalarım? Axı artıq 4 ildir mən Allahın yox, çox çay içmirsən, öləcəksən obsessiyası ilə idarə olunduğumu düşünürəm. Hər nəysə, bəzən xittiyə yığılıram. Sanki oyunun əvvəlindən hər şeyi, bütün gedişi zibil etmişəm kimi içimdən keçir ki, bütün şahmat lövhəsini tərsinə çevirim, hər şeyi yenidən başlayayım. Oyunun ən əvvəlinə qaytarım hər şeyi. Duluşov əllərini üzünə çəkib dərindən ah çəkdi. İstənilən başqa obsessiya ilə bacarmaq olur. Çünki sındırdığın oyuncağın təzəsini almaq olur, köhnədən qalan geyimin yenisini tapmaq olur. Amma beynində bircə dəfə kodlaşsa ki, sənin canın, sağlamlığın puç olub getdi, artıq yaşamağa imkanın yoxdur, vəssalam. Çünki hər şeyin başında can durur. Əgər canından, sağlığından şübhələnirsənsə, artıq rahat ola bilməzsən. Məndə də eyni ilə belə idi. Öz-özümə deyirdim ki, cəhənnəmə olsun. Əgər böyrəklərim çürüyübsə, pul tapıb yenisini köçürdərəm. Beynim dərhal dillənirdi. Bəli, bu mümkündür, amma ürək əməliyyatı risklidir. Sən ürək əməliyyatı zamanı masada qalıb ölə bilərsən. Lap sağ-salamat çıxsan belə, o ürək artıq yamaqdır. Bağlandığı yerdən zədələnib yararsız hala gələcək. Və məni ən çox təəccübləndirən, dəliyə döndürən şey nə idi? Bilirsinizmi? Mən tünd çay içməyin yalnız və yalnız ürəyin mitral qapaqlarının iplərinə ziyan vuracağından qorxurdum. Yəni, ürək əzələsinə ziyan vurmaz, damarına ziyan vurmaz, qapağın özünə ziyan vurmaz, yalnız və yalnız onun incə mitral iplərinə zərər vura bilər. Özümü ən məntiqi yollarla başa salsam da heç cür sakitləşə bilmirdim. Düzünə qalsam mənim bu hala düşməyimdə anamın da rolu az deyil. Düzdür, anam dünyadakı anaların ən yaxşısıdır, amma yaxşı olduğu qədər də bilmədən məni çox qorxudu, çox danlayıb və nəhayətində heç kimə lazım olmayan bir adamı meydana gətirib. O məni ömür boyu danladı. Nə oldu? Mən adam olmadım ki, olmadım. Demək boş yerə danlayıb. Nə olacaqdı ki? Uzaqbaşı öləcəkdim də.